Azarvat. Hə. Hala bunları eve iş yoldaşım gələcək. Hazırlıqlı olmaq lazımdır. Ona görə sizi imtihan eləyəcəm. Hər dəfə baxıram, bir peşmansılıq hissi gəlir, amma nəysə. Arvad, imtihan eləyəcəm sizi. Baxa görə biz qonaqlığa hazırıq, yoxsa biabır olarıq. Məni də. İkimizi də. Arvad, yemək pişirmisən, yerləri silmisən, sözsə imtihandan keçdin. Ata, bu ilki suallar nə asandır, ver gəlsin. Deməli oğlum, bax, sən bu gələn qonağın yanında bizi biabır eləməməlisən. Sən vurma cədvəlini elə bilməlisən ki, o deyirək, yuxudan duran kimi soruşanda bilməlisən. Yaxşı? Yaxşı. Arvad, iynəni ver. Neyəsən ki? Böyle göstərəcəm. Yuxu iynəsi. Ay. Yoxlamalıyam da, test. Oo. Dur, 4 vur 4. Nə oldu? 18. Biabır oldu. Biabır oldu ya. Yuxudan duran kimi vurma cədvəlini əzbər bilmək mənim həyatımın hansı hissəsində harada mənə lazım olacaq? Ay kişi zor söz dedi. Elə bax, elə indi lazım olacaq, bugün lazım olacaq. Afərin. Hər şey təsdiqləyirəm. Mən Vaqifə demişəm ki, sən yuxudan duran kimi vurma cədvəlini əzbər bilirsən. Biabır elədir məni. Mən bu işdə otururam bu Vaqiflə. Vaqif başlayır öz uşağın tərifini. Mən uşağım riyaziyyatı Pifagor kimi bilir. Ay nə bilim, fizikanı Newton kimi bilir. Mən də hirsləndim, əsəbləşdim, dedim ki, mənim də oğlum riyaziyyatı Nəsrəddin Tusi kimi bilir. Fizikanı da Lütfizadə kimi bilir. Niyə elə dedin? Bizim alimləri xarici alimlərdən nə əksikdik? Afərin. Ata, hardadılar? Danışdın, çatırlar. Bayaq zəng eləmişəm ki, hardasınız? Hə. Səs çıxartma burada. İçimdəki uşaq deyə ata. Bayaq zəng eləmişəm. Deyir ki, gəlirik, çatırıq, bir də görəm arxadan səs gəlir. Qarşıdakı döngədən 3-cü çıxışdan çıxın. Nə bilim, qarşıda radar var. Deyirəm ki, navigatorla gəlsən, yolu tanımırsan. Deyir, yox, qızımdır. Yolu navigator kimi tanıyır. Cəmaatın qızına bax, Cəmaatın uşağı belə fərasətlidir. Yoxsa bu, sərbəst dedik ki, qoy məktəbə getsin, gəlsin. Yadındadır. Yadındadır, yadındadır. Neynəmişlərə geyib çıxmışdı. Az qalmışdı, qanunsuz İran sərhədini keçsin. Hər şey başa düşülür, televizora çıxmışdır. Neynimi, bir dənə döngəni səhv salmışdım da. O 28-də nə döngədir ki, səhv dönən kimi Astaradan çıxırsan? Yaxşı tanımıram da oraları ata. Yoruldum mən. Yoruldun demə. Eşitsən məni. Vaqif gəlsə, Vaqifin yanında sən topa çıxsan, mən biabır olacam, başa düşdün? Sən ağıllı olmalısan. Eşitdilər məni. Yaxşı. Keç bir tərəfə, səni göstərəcəm gününü, göstər. Görürsən bunu. Bax, əgər Vaqifin yanında məni biabır eləsən, eşitsən, bax, bu kanistri görürsən, bunun içi dolu tokdur. Tökəcəm üstümə, mənə tok vursun. Kanisterin içində benzin olmalı deyildi. Bilirsən oğlum, artıq hər kəs elektrikə keçib. Ona görə də bunun içində elektrik... Əla sosial mesajdır. Dədəm hibriddən gedəcəyi. Abalam olan şeydir. Gəldilər. Vaqif əmi, Başkan gəldi. Ay, xoş gəlmisiniz. Həmişə siz gələsiniz, qızım. Hə kızım. 6 vur 4, 24. Ay maşallah kızıma. Bak maşallah kızıma. Doğrudan maşallah. Ata dedim gedək. Ay kızım, hələ indi gəlmişik. Biraz səbirli ol, hələ sənin çox potensialın var. Sonra gedərik. Bu nə idi? Ay, xoş gəlmişsən sən. Sağ ol. Bu nə də? Bizə niyə hədiyyə gətirmişsən? Ayıb oldu. Qoy bura, bu sizə hədiyyə deyil, bu. Nədir bu? Dedim elə, gəlirik, elə mənim bu qəşək qızımın burada hamısı bax, diplomlarıdır, sertifikatlarıdır. Ondan sonra atestat, hər şeyini də yığıb gətirmişəm bura. İşə qəbula gətirirdin Vaqif əmi qızı. Yaxşı eləmsən. Bizim də elə uşağın sənədləri, diplomları o qədər çoxdur ki,
Evə sığışmadı, ambar tutdum. Hə. Nə uşaq, nə sənət. Bizim evin sənətləri var. Sökməsinlər deyənə gecə ilə damın üstünü vurdurmadın. Azarbat, yaxşı da bəsdir ki, biabır eləmə mən. Qızım eləmə, qızım eləmə. Bir dəqiqə qulaq as. Hə. Sən bu oğlun harda diplom alır, nə diplomlarıdır ki? Olimpiyada üzrə dünya çempionu olub. Bir dəqiqə dayan, ha. Bu olimpiyada üzrə dünya çempionu mənim keçək qızım olub. Hə. Bizimki rayon üzrə dünya çempionu olub. Bu rayonun nə dünyası var ki? Bizim rayonda öz balaca dünyası var da, sən də heç. Ay qızım, necəsən mənim balam? Var olduğumu dərk eləyirəm. Deməli yaxşıyam. Ana, fəlsəfədir, qız da öyle ya. Fəlsəfədir bu. Bu sözlər yaxşı divara yazılmalı sözlər. Bəli. Məncə atdı sözü. Elə belə tulladı. Bilmirik deyə sözü bizə yeritdi. Mənim oğlumun da qəşəng fəlsəfə sözləri var. Düzdür öyle? Harda var? Çox qəşəng sözləri var. Çıx, tez ol, nəsə bitkisin də. Divarda nə görmüsən denən, tez ol. Xaladelnik düzəldirəm, təmir edirəm. Usta Nərbala, Pirusmin... Bizim ağzıma gələn deyirsə, onu da şey də deyirlər, bizim blokda yazılır, zibil atır, camat deyirlər, atma. Bura zibil atan öyrəsin. Sənə gəlir, sənə gəlmir. Alo. Sizi əsən milyoner olan zibilsən verilişindən narahat edirik. Buyurun. Bacınız itirilməyən məbləği qazanmaq üçün sizdən kömək istəyir. Əla, xotlan, davay. B variantı. Desinlər də bir sualı. Bax, qızım, bu əsil sənin bax məqamındır. Sual versinlər, o dəqiqə cavabını verir. Gözümüzə su verin. İndi baxın, versin sualı. Eşidirik. Sual belədir. Aşağıdakı canlılardan hansının ürəyi başında yerləşir? A. Mor B. Qarışqa C. Karides D. Necə unudum mən sənin bu sözünü? Bir dəqiqə çox üzr istəyirəm. Elə Kakraz mənim qızım da həkim olmaq istəyir. Özdə ürək həkimi ha. Ona görə qızım, bax, heç nədən utanma cavab ver. De. Ay ata, mən elə söz deməmişəm axı. Özdə, onlara nəsə olsa mən neyniyəcəm? Stent qoyacam qarışqaya. Cavab qarışqadır qızım dedi. Qarışqa. Elə qarışqa, qarışqanın ürəyi olsaydı, qışdan yığdığı şeye cırcıramaya verərdi də. Yazıq cırcırama acından öldü. Vaxtınız bitir. Cavabınız nədir? Amma bir dəqiq söz deyin də, gözləyirlər axı. Bilmirəm axı. A variantı. A variantı. Eşitdiniz? Ay kız biriniz cevap verin de. Vaxtınız bitdi. Sizin boyunuzu... Gördünüz, sizə görə bacım uduzdu. Bizə görə uduzmadı, bunlara görə uduzdu. Bir dəqiqə dayan ha, bir dəqiqə dayan. Siz nə də elə bilirsiniz ki, mənim qızım savadsızdır, nədir? Qızım bir atım qabağa gəl. Diqqətlə baxın, görün qızım nələri bilir. Qızım, bir dənə təsəvvür elə ki, sənə qurban olar ata, gidin qurban. Bax, elə bir ki, maşın A nöqtəsindən B nöqtəsinə gedir. A nöqtəsi ilə B nöqtəsinin arasında olan məsafə 20 kilometrdir. Maşın isə saatda 90 kilometr sürətlə gedir. Deməli, maşın A nöqtəsindən B nöqtəsinə neçə dəqiqə çatar? Baxın, ha, baxın, gözümüzə su verin. Sağ ol, qızım. 5 saata. 5 saatda da. Ya, bir dəqiqə, qızım, niyə elə çox uzun çəkdi bunca? A nöqtəsindən B nöqtəsinə demədin. Hə. Azadlıqdan balaxanaya gedirsən, 5 saat Dərnəgüldə probkada qalır. Hə, qızımı baxayım, kəllədir, baş deyil, kəllədir. Gördünüz, hardan ara dedi? Ay sən Yaqub, səsə baxmam hər dəfə. Nə olub uşağıma belə... Gül kimi də, hə? Gül oxşur. Qulaq as. Mənim oğlum da hovuz məsələlərində kəllədir, əjdahadır. Bax oğlum. Hardan ya ata? Mənim heç hovuzda çimməyə plavkim yoxdur. Hadi yaxşı da sən də hamı plavki ilə çimir, biyəm, gəl bura. Qulaq as. Oğlum. Bax bu bir nasos hovuzu 3 saata doldurur. 3 nasos neçə saata doldurur? Baxır hovuz hardadır da ata? Hovuz bizim evdədir, hə?
Bizim evdədirsə dolduramayacaq. Hə, niyə? Biz günəşlidə qaldıq, günəşlidə də 12-dən sonra suları kəsirlər. Düz deyil. Malades, kəllədir. Fəlsəfə. Fəlsəfə düzdür. Amma sənə qurban olsun. Mən çox üzr istəyirəm. Mənim qızımın elə səni qurban öləli atadı. Mənim qızımın bir dənə səsi var. Mənim qızım bir dənə mahnı oxuyur. Bir dənə var, Əminə xalacığım mahnı oxuyur. Çıx, oxu qızım. Hə, sənə qurban atası, oxu. Oxu. Açdı gül oyandı, her taraf halk boyandı. Derdimden neçə oxlan yanar, o da qalandı. Mən güləm gülüsüm, yarım heç zaman solmaz. Benim kimi gözəli belə sevməmək olmaz. Yarım sevməmək olmaz, gülüm sevməmək olmaz. Eşək, atasının ürəyi, atasının doğuşanı. Gördünüz ha, gördünüz, kızımı gördünüz. Atan ürəyidir, ürəyi. Mənim oğlumda, oğlum, mənim oğlum, tez get qarman öyrən. Qarman öyrənir. Tez get qarman öyrən. Orada qarman var, get öyrən. Bilirəm. Nədir? Bileyim, qarmon çal. Sən əgər oğlum qarmon çala bilsə var ha, it olub uluyaram. Baxar. Pişik olub mi yollayaram. Baxar. Qarmon da alıblar, qalıb evdə bir iki üç toz basma. Et o darta biləcək görələ. Hə. Hə. Müəllim, buyurun, müəllim. Buyurun, müəllim. Vaqif əmi, kömək eləyim. Sən də hər şeyə kömək eləmə də. Yaxşı, tamam. Bir də mən sizə söz deyim. Söz də arada deyirəm, amma mənim qızım var ha. Mənim qızım bir saniyədə 100 dəfə tullanır. Nə danışırsan? Nətəri? Tullanmasa var ha, it olub uluyaram. Köməkliyin açın bunu. Dişindən aç. Ay. Yaxşı. Ver görüm. Ana qızım tut. Hər şey istəyirdim, itim olsun da, belə yox da. Bax, 100 dəfə. Qızım başla. Səni atın, səni qurban olsun. 100 dəfə başla. Dərə təpə düz 100 bəsdir. Gördünüz? Ona sər 100 də. Mənim oğlumda 1000 dəfə salto vurur. Nədir? 1000 dəfə salto. Davay, 1000 dəfə salto. Hilmin. Toyuq düzə, Hilmin. Keç görüm oyunu. Bir dəqiqə qulaq asın. Biz indi qonaq gəlmişik, tegərə bizi allatasınız. Bu nətər toyuq düzə, min, elə min olur. Belə 100 olursa, belə də 1000 olur da. Nə olar ki? Özdə indi uşaq yazıq indi yarım salto öyrənib, gələn dəfə tam saltonu. O havada eləyə bilir, yerə düşənib, yəni onu eləyə bilir. Mənim qızım var, bax, mənim bu gözəl qızım var, şeylə qurban olum mən. Mənim qızım 500-dən çox dil bilir. Ata dəlisin, mən onu necə danışıram? Hadi bir dəqiqə deyəm. Bax, la campare tayfası var, bir dənə o dildə deyilən bir söz. Ata mən danışam, bilmirəm o dildə. Gördünüz nə dedi? Başa düşdünüz siz, hardan biləsiniz, ay qoyun. Laqatu fəlləqə bənə. Hardan biləsiniz? Mənim də oğlumda sən nə dili bilir? Nə? İtil dilini bilir, hürə. Vaqif əmi, sənlə pollu diyaloqa girə bilərik. Sən ula, mən hürüb. Al. Yaxşı. İtləri sarmı evə, deyən görürüm. Yox. Mənim oğlum dişinlə kamaz dartır. Get xaldiyyənin yanına kamaz gətir. Tez ol. Lazım da bir dəqiqə qulaq at. Dişiylə kamaz dartır. Bu nədir? Mənim qızım bu saçları ilə qatarı dartır. Xaldiyyənin ki yanında qatar var, get gətir. Yoxdur. Yoxsa da o günah sizindir, mənim deyim. Qatar alım, gərək bə. Qızım eləyir də. Mənim oğlum 20 saniyə havada qala bilir. Tamam. Necə ata, Qal. 20 saniyə qal. Qal da. Havada qal. Bir daha gözlə. Hoppan, baba.
Ay, özünüzü güldürürsünüz. Mənim qızım 20 saniye nədir? Mənim qızım havada uçur. Qızım uç. Qızım uç. Sən ateşinə qurban. Ateşə. Ha, qız onsuz eşsən məni köçəri quşdu. Uç qızım uç. Uç sənə qurban olsun ata. Mənim oğlum. Hə. Mənim oğlum yağış yağdıra bilir. Vay, mənim də qızım qar yağdırır, ala. Davay oğlum, davay humanda dumba. Humanda dumba. Ay, bir də gedəyən, o qar yağdırmaq mahnısı diye. Siz də qaç qızım deyəm də, humanda dumqa, humanda qar yağdır görün. Ay, bir dəqiqə bıracaq, sən bıracaq. Yox, elə şey yoxdur, bir də bıracaq, söz deyirəm sənə. Neynir bunlar? Bunlar hansısa tayfaya qoşulacaqlar, mən sənə deyim. Sən də bezmisən, hə bunlarla. Mən də bezmişəm. Gəl bunların başına oynayacaq. Nətər? Mən izlə. Qoşul mənə. Vaqif əmi, qar ilə yağdırdım, dondum evdəm, amma paltomu gətir. Bəs deyirəm də o qar mahnısıdır da. Siz elə bilirsiniz ki, qar mahnısı deyil. Sənin də atan yağış duasına bütün evi sel götürdü. O, mənim atam bilsən nədir? Mənim atam əlsiz cim eləyə bilir. Nətər cim eləyir, başa düşün. Eləyir də Vaqif əmi, inəmsin. Əsi şunla da. Ata Vaqif əmiyə göstər, ata Vaqif əmiyə göstər. Baxım. Ata. Baxım. Ya eləmə bizə, ata. Əlsiz. Mama, atam biraz suitinə oxşadı. Elə bir sahilə çıxıb. Ha, dur, eləyən bilsən nəyimiz almışsan yalandan. Bura bax, mənim də atam tam şpaqatda qaça bilir. Ata qaç. Nətər? Görməsən inanmaram. Ha, mən şpaqat aça bilmirəm. Qaç onun atası eləyir. Vaqif əmi. Ata qaç. Ay, qız bundan artıq get. Ata qaç. Ay, qızım getmir daha. Ata qaç. Elə bir sirkə arxadan baxırıq. Vaqif əmi öyrədilmiş moş kimi belə elədi. Hələ mənim atam bilsən nə bilir? Sən olmasaydı gedirdin ha. Mənim atam yuxudan oyadırsam vurma cədvəlini əzbər deyir. Mama iynədən birini ver mənə. Bu iynələr nə deyə bu gəzdirirsən? Ata. Niyə yatmadın? İynənin ucu qırıldı deyə sən yatmadın. Mən telefonu paralel qoymasam yatamıram. Gərək içindəki SMS-ləri silim. Mənim atam da Bəhram Bağırzadənin səsindən Röya mahnısını oxuya bilir. Doğrudan. Ata, oxu. Ay, mən indi necə oxuyum onu? Oxu. Narın yağan yağış. Mənə deyir həyatınla barış. Narın yağan yağış. Mənə deyir həyatınla barış. Mənim atam... Sabah xeyr. Mənim atam. Bilsən ayağı ilə qarmon sala bilir. Ata, uzan. Uzan. Qızım, daha heç nə demə. Daha heç nə demə. Corabı çıxart ata, corabı çıxart. Gəl. Corabı çıxartsam burada hamı qaçar. Gəl, yaxşı belə gəl. Təpə nədir? Gizli şeylərdən ayağından şey çalır. Məzələnirsiniz hə bizlə. Bəli. Yoxsa başa düşmə, biz də məzələnirdik qızım. Ayıbdır hə, biz ağsaqqalam, mən deyəcəm məzələnir. Ayıbdır, qızım. Ata, məzələnmək deyəndə ki, siz bizlə məzələnirsiniz. Elə harada qonaqlıq olur, bizi verirsiniz qabağa ki, oğlum bunu eləyə bilir, qızım bunu eləyə bilir. Bezmişik, biz belə yaşamaq istəmirik axı. Mənə o qədər əmiləri söydürmürsən, əmilər gələndə üzünə baxamıram, utanıram. Özdə siz bizim uğurumuza sevinirsiniz, uğursuzluğumuzu da öz üstünüzə götürmürsünüz. Biz hər şeyi çox mükəmməl dərəcədə əzbərləyib, yadımdan çıxdı söz. Özdə biz hər şeyi mükəmməl dərəcədə bilməli deyilik, nöqtə. Düzdür. Ata bax, mən riyaziyyatda vurma cədvəlini bilmirəm. Mən malbaş deyirsən, amma mən görsən nə qəşək qarmonda ifa eləyə bilməm. Neyisəni mənə yüklüyüb bütün sahələri bilim. Bir dənə qarmonun dalınca getsəm, bəlkə mən sənətkar olacam. Qoy olum da. Ata, sən də mənim həkim olmağını istəyirsən, amma mən incəsənət sahəsini daha çox sevirəm. İcazə versə o yana gedərdim, çox da yaxşı iş görərdim, uğurlu da olardım. 5 vur 5'in 5. 5 vur 5'in 5. Ay, sudurqa tutacaq bir gün səni, belə eləmə. Mənim balalarım, siz də düz deyirsiniz,
Amma yadınızdan çıxartmayın ki, atalarınız sizi çox istəyir. Hər bir valideyn çalışır, vuruşur ki, balasının gələcəyi xoşbəxt olsun. Bunu yadınızdan çıxartmayın. Arvad, Can. zor dedin ha. Malades. Gördün ha? Mən arvad necə Dayan, danışır. indi mən arvadı gətirməmişəm deyirəmsə mənim arvadım deyə bilmir. Hani hal-hazırda 1-0-dur. Mələ? 1-0-dır. Ona görə belə eləyirik. Xahiş edirəm qatmayın aləm bir-birinə. Gedirik bu dəqiqə bizə. İkinci raundu biz də başlayırıq. Və salam. Gör başımıza nə oynatacağam qızım. Şu arvad hazırlaş gedirik davaya. Gedək, hazırlansın. Ata, iynələri də götürək. İnə neysən hə? Onun mamasını yatızdırıb vurma cədvəlini soruşacaq. Hə, keç.